ədədi daxil edilir Polad. Bu ədəddən dərhal əvvəl və sonra gələn ədədi onların tək və ya cüt olduğunu təyin edib çapa verən proqramı Python dilində yazın. 28 ədədindən əvvəl 27, sonra da 29 gəlir və tək ədəddir. 28 necə ədəddir? Əslində özü. Cüt ədəddən əvvəl və sonra gələn ədədlər əslində riyazi qaydada da bilirik ki, tək olur. Məsələn, bir tək ədəd daxil etsək, 13. 13 ədədindən əvvəlki və sonraki ədədlər onsuz da nə olur? Cüt olur. Deməli, mən əslində bura yox, elə birbaşa bura baxmalıyam ki, yəni daxil etdiyimiz n əgər cütdürsə, ondan onda əvvəlki və sonraki ədədlər nə olacaq? Tək olacaq. Əgər birbaşa əvvəldən daxil etdiyim ədəd təkdirsə, onda ondan əvvəl və sonra gələn ədədlər cüt olacaq. Yəni, mən əslində şərtdə nəyi yoxlamalıyam? Elə n-in özünü yoxlamalıyam da, düzdürmü? N-in cüt və ya tək olduğuna baxmalıyam. Aydın olur. Nə yazıram şərtdə? If n aha 2-yə bölməsinə qal 0-dırsa yaza bilərəm də. Printin içərisində n-dən əvvəlki və sonraki ədədlərdə yazaq da. Məsələn, n-i yazmışıq, bir dəqiqə. Məsələn, yazmışam 30. Əvvəlki ədəd nə olur? 29. Nətər yazıram da bunu? Burada nətər yazmalıyım? Bilmirəm ki, ədədim hansıdır. 29-u hardan tapdım? 1 çıx. Çıx 1 üstə gəldi. Çıx n çıx 1. N plus 1. Bir də nə yazacağım? N. Tək ədəddir. Eyni ilə buradakı kimi çıxartsın. Tək ədəddir. Həqiqətən də bu printerin içərisi mənə nəyi çıxardasıdır? 29, 31. Tək ədəddir. Boşqar. Proqram dilində yazmalıyıq. Yəni, ora mən ədəd yazmalı deyiləm. Mən rastgələ ədəd verəndə, o mənə onun ifadəsini yazmalıyam. İndi mən else qoluna nə yazacağım bəs printerin içərisinə? N plus 2, N çıxılsın 2. Ay sağ ol. Məsələn, əgər ədədimiz təkdirsə, məsələn 29-sa, 29-dan əvvəlki ədəd 27. 29-dan əvvəlki ədəd. Cüt ədəd. Soruşmur. Heç nə demir. 28-dən mən yox. Əvvəlki və sonraki ədədlər istəyir, sadəcə olaraq.